Salam herkese, mən Fəxri Əsadov və yeni videomuza xoş gəldiniz. Uşaqlar, bu günləri trekdəyik. Arxamızda Pərvizin 1000 at gücündən yuxarı olan drifkarını görürsünüz. Hansı ki bu avtomobili bir neçə ay bundan öncə biz çəkmişdik. Tam incələməsi bizim kanalımızda var. Linki də haradasa buralarda çıxıb, girib izləyə bilərsiniz. Amma bu günləri trekə gəlmə məqsədimiz tamamilə fərqlidir. Bir neçə gün bundan öncə bir Reels paylaşmışdım. Instagramda izləməyənlər təbii ki o Reels'i görməyib. Ona görə də Instagramda izləməyi də məsləhət görürəm. Həmin Reels'də yüngülvari sizin üçün bir lotereya deməyim də bir kampaniya, giveaway deyə bilərik. Belə bir konkurs keçirtdik. Və 3 qalibi bu günləri bu videoda drift taksini birəbir yaşadacağıq. Pərviz də sağ olsun, avtomobilimiz də saz vəziyyətdədir. O hissələrə gələcəm. Amma ilk öncə istəyirəm həmin şanslı bu 3 nəfəri düz mənim yanıma dəvət edeyim. Maraqlı olacaq. Qonaqlarımız artıq yanımızdadır. Qeyd etdiyim kimi 2 bəy, 1 xanım olmaqla 3 şanslı nəfər seçmişdik. Və çox sadə idi seçim. Yəni şərhə gələn bəyənmə sayına görə seçirdik. Bəylərdə ayrı, xanımlarda ayrı təbii ki. Ona görə də yavaş-yavaş istəyirəm qonaqlarımızı sizlə tanış eləyim. Salam. Salam. Adınız? Lamiyə. Neçə yaşınız var? 25. Nə iş görürsünüz? Mən rəssamam. Rəssam. Portret falan Bəli, yoxsa? Ümumən hər şeydə çəkə bilirsiniz. Super, super. Bir dənə sual verim sizə. Heç driftkarda əyləşib, belə drift eləyən avtomobil içində əyləşmisiniz yoxsa yox? Xeyr, ilkdir. İlkdir. Maraqlı olacaq. Keçək bəylərə tərəf. Salam əleykum. Salam əleykum. Qardaş, bir neçə ay sonra əskərliyə yola düşür. Mən gedirəm xidmətə. Sağ-salamat, get, Sağ ol. gəl. Neçə yaşın var? Adın nədir? 17 yaşım var. Babək. Qardaş da Yeslişdə Lənkərandan durub gəldi. Nə vaxt çıxmısan yola? Dünən axşam. Dünən axşam gəlib. Görürsüz, yəni bu drift elə bir şeydir ki, qardaş Lənkərandan durub gəlib də. Yəni başqa heç nə demək istəmirəm. Neçə yaşın var dedik? Dedim də dayı. 17 yaşımız var. Qardaş sağ-salamat getsin, gəlsin və sualımız sizə də eyni gəlir. Drift eləyən avtomobilin içində əyləşmisiniz yoxsa yox? İlk dəfə olacaq. İlk dəfə olacaq. Və belə avtomobillə aran necədir? Allah. Əla. Uşaqlıqdan Həvəsli. həvəsli. Keçirik 3-cü qonağımıza. Salam əleykum. Özünüzü təqdim edin. Pənah 25 yaş, özüm leasing mütəxəssisi olaraq çalışıram və əlavə olaraq da Karev Cars adlı avtomobil blog səhifəsi var. Onun adminiyəm. Karev Cars'da maraqlı bir proyekt eləyib uşaqlar. Instagramda izləyə bilərsiniz. Bu yaxınlarda mənlə bağlı da post hazırlamışdılar. Babək zor çəkildi. Şurada narahat olun. Buradayıq. Drift eləyən avtomobilin içində bir təcrübə. Xeyr, yox. Ümumiyyət. Yox, ilk dəfə olacaq. Amma avtomobillərlə aran gördüyün işdən məncə də sual verməyim də. Əlbəttə. Bax şimdi bir dənə hamılıqla bir dənə sual veririk. Hazırsınız? Bəli. Başlayaq inşallah. Söz başladıq. Amma başlamazdan öncə uşaqlar, avtomobilimizi bura gətirməzdən öncə tam formada sazlamışıq. Zik Oil'un racing məhsulundan istifadə eləmişik. Siz həmin hissələrə baxın, biz də son hazırlıqları eləyək, başlayaq. Hal-hazırda Boost qarajda Pərvizin driftkarının altında dayanmışıq, çünki yağı süzürük. Driftkarımızın yağını dəyişəcəyik və əlimizdə çox maraqlı bir məhsul var və bir o qədər də özəl bir məhsuldur. Üzərində də yazıldığı kimi SK Zik Oil'un racing yağı var əlimizdə. Hansı ki bu racing yağı haqqında dəfələrlə sizə məlumat versəm də istədim. Hazır yeri gəlmişkən, driftkarın yağını dəyişmişkən bunun haqqında sizə biraz məlumat verim. Bildiyiniz kimi Zik Oil tamamilə %100 sintetik yağlardır və məhsul çeşidi də çox yüksəkdir və bu günlər əlimizdə olan da racing versiyasıdır. Nəyə görə? Racing avtomobilimizdə çünki tam da bizim arxamızda dayanıb və trekə çıxmamış, avtomobilin təkərlərini yandırmamış bizə qoruyucu dəyəri yüksək olan yağ lazımdır. Ona görə də Zik Oil'un racing yağından istifadə edəcəyik ki, trekdə həm bizim temperaturumuz stabil olaraq dayansın, mühərrikimiz tam belə deyim iş temperaturu rejimində rahatlıqla çalışa bilsin və problem yaşamayaq təbii ki. Ona görə də sizə də məsləhət görürəm. Təkcə driftkarlar üçün deyil, ay belə deyim, time attack günü ola bilər, track day günü ola bilər. Siz də öz avtomobilinizə uyğun olan Zik Oil'un racing yağından istifadə edə bilərsiniz. Yağımız süzüldü, artıq yeni yağı əlavə etməyin məncə vaxtıdır. Gəlin dəyişək. Yağ dəyişməni etdi, artıq avtomobilimiz hazırdır. Gedək trekə.
Millət, gördüyünüz kimi avtomobilimizin yağını dəyişdik, evakuatora mindirdik və artıq trekə gedə bilərik. Getdik trekə. Bir dənə bilet almaq üçün 10 dənə saytı gəzirsən, ay görüm filan reys harda ucuzdur, harda daha sərfəlidir. Artıq bunlara ehtiyac yoxdur. Çünki hamısı bir yerdədir. Aviasales.az-da. Bunun üçün isə sadəcə aviasales.az-a daxil olmaq kifayət eləyir. Çünki Aviasales bilet satmır. Ən ucuz bileti tapır. Vay. Mazahir, cavanlığın harda qaldı Mazahir? Lamiyə xanım, sualım var. Sizcə qorxacaqsınız, Yo yo. Hə, qorxmayacaqsınız. Tamam. Vallahi nə deyim? Necə idi? Əla. Qorxmadınız. Xeyr. Çox gözəl. Bəlkə birini də Bəli, məncə də. sizdə də. Tamam. İkinci kuruq. Qorxana oxşamırsınız. Yox. Birini də gedərdik amma gözləyənlər var, üzürlü sayın. Biraz çətindir minib düşmək. İndi keçirik ikinci şanslı nəfərimizə. Babək qardaş, nə hiss eləyirsən? Qorxacaqsan, qorxmayacaqsan? Yox məncə. Onda gəl yoxlayaq. Qorxulu gülüşlər. Hazırsınız? Göndərirəm gündüz. Pərviz müəllim, okey? Tara taram durum taram. Tara taram durum taram. Vəziyyət yaxşıdır. Yaxşıdır. Biraz dəyişiklik var amma yüngül. Belə təsəvvür Belə eləmir. təsəvvür elə, qorxuludur. Zat mən də qorxurdum, yəni burada narahat olası bir şey yoxdur. İndi sual, ikinci kuruğa varsan, Varıq. onda getdi sağ salamat. Müəllim. Hisslərin Möhtəşəm. xoşuma gəldi. 100%. Düzünü də Lənkərandan gəlməyə dəydi yoxsa yox? 100% axıra kimi. Növbəti davam eləyirik. Üçüncü şanslı nəfərimiz. Pənah. Bəli, Hazırsan Pənah? əlbəttə ki. Səncə qorxacaqsan, qorxmayacaqsan Belə də belə dana, hə? Pərviz, ayrıca qorxut. Zat, zakazla zatla. Çay, leblebi, zubachistska, külqabı.
Salam Melik. Aleyküm salam. Adınız necə oldu? Fəna. Eşq olsun. Necə idi? Əla, bu qədər təsəvvür eləmirəm, amma əladır. Yəni Çox, təsəvvürümdən də artıq. doğrudan. Ha. Amma sənə qeyd edeyim ki, əsas məsələ at gücü məsələsidir. Aha. Daha aşağı drifkarlarda bu əzizə o qədər sən bu qədər qorxutmur adamı balaca drifkarlar belirləsən. İkinciyə hazırsan? Mütləq. Gedək. Gedək. Sağ salamat. Bu ondan da yaxşı. Bu daha maraqlıydı. Ha, belə bir daha yaxşı. Vaxt olsa səhərə kimi fırlanardı. Allah köməkdir. Millət, tamamlayaq. Sonda hər üç qonaqla da bir sonluq çəkəcəyik. Onların da emosiyalarını, öz fikirlərini də bu video sayəsində sizə bildirəcəyik. Deməli millət, gördüyünüz kimi hər üç şanslı nəfərimizi, belə deyim, qonaqlarımızı Drift Taksi Pərviz sağ olsun etdi. İndi istəyirəm belə detallı biraz söhbətləşək ki, hisslər necə idi, emosiyalar nə formadaydı. Elə istəyirəm birinci Lamiyə xanımdan başlayayım. Lamiyə xanım, 2 kuruq fırlandınız. Bəli. Gözləntilər nə idi? Misal üçün 10 üzərindən nə idi, nə oldu? 10 üzərindən məncə 100-dür. Eşə, 10 üzərindən 100. Yaxşı, belə bir sual. Növbəti dəfə belə bir təklif olarsa, belə bir şans düşərsə, yenidən qatılardınız. Yəni istəyərdiniz, Əlbəttə ki, özünüz drift eləmək fikirləşmirsiniz. istəyərdim. Özüm mexanika sürə bilirəm deyə istəyərdim Qəşəng. öyrənim. Mexanika sürən xanım. Yəni yaxşı baxın millət bu videoya. Halaldır. Siz yaxşı mexanik olaraq nə sürmüsünüz? 34. BMW 34. BMW 34. Qəşəng, qəşəng. Çox, yəni gözləmirdim, yəni açığı yalan deməyim. Ümumiyyətlə də drifti bəyəndiniz. Əlbəttə, bəli. Avtomobilin səsindən tutmuş. Çox xoşum gəldi. Tüstü bəs siz bu xanımları narahat edir. Ay tüstü oldu. Üstü. Xeyr, mən bilmirəm, mənim xoşuma gəldi. Sizin xoşunuza gəldi. Əla, super. Siz də çox sağ olun ki, gəldiniz, iştirak elədiniz bizim bu videomuzda. Təşəkkür edirik. Çox sağ olun. Siz sağ olun. Sizi bir dəqiqə gözlədəcəm, keçirik digər qonaqlarımıza. Mənim əskər qardaşım. Necəsən? Çox gözəl. Necə idi? Gözləntimdən də artıq. Doğrudan. 100%. Yaxşı. Belə təsəvvür Ya eləmirdim. bir məsəl qorxu falan ki, ala Qorxu %100 ilk başda qorxmadım. Aha. İlk döngədə. Ora pisdir hə. Ora pisdir. Ora elə bilsən ki, düz gedəcəksən. Birdən Riski. riski. Ay sağ ol. 2 kuruq fırlandınız. Nə bilim, nəsə xoş və ya da məsləhətin də varsa buradan da verə bilərsən. Pəncərənin izolyasiyası zəif idi məsələn. Yox, hamısı. Hər şey gözəl idi. Gözəl idi. Çox sağ ol ki, bizim Pərviz ustaya da güvəndiniz. Üçüncü qardaş, Pənah qardaşın yanına. Sən nəsə elə hiss verir ki, sənə bir haçansa bərk driftdə falan olmusan. Tuta bilmirəm. Ya da bizə yalan deyirsən. Yox, olmamışam aslında, amma belə deyək də bu drift sahəsi falan da, yəni həm sizin çəkişləriniz olsa, həm drive show vaxtında çəkişlərinə falan gəlmişəm, izləmişəm. Biraz belə deyək də vizual olaraq var idi. Görüntü var ki, azdan çoxa nə ola bilər. Amma yenə də o görüntülərin hamısını tərsif etsən, yenə də biraz o belə deyək, gözləntiləri aşdı. Aşdı hə? Əlbəttə ki. Yəni yaxşı 2 kuruq fırlandın. 1 yaxşı idi, 2 yaxşı idi. Ki ondan da yaxşı. Elə bir Pərviz usta elə bir biraz Pərviz yenə telefondan danışır, hə, nəsə. Amma əla idi. O əsas manevrlərdə falan, döngələrdə vapşi. Biraz hürkütdü yoxsa yox. Belə də, biraz tərpətdi də, belə deyək. Mən orada qorxurdum bir səfər. Bunun səsi də adamı biraz şey eləyir, açığı. Tarap durub adam. Xassan söylə elə bir. Ay sağ ol. Amma yenə yaxşı. Yenə olsa Mütləq. qardaş olsa elə biraz da fırlanarıq. Belə, uşaqlar, zəhmət olmasa bu videomuzu, neyniyək videomuzu? Bəyənək də. Kanala abunə olun. Bundan sonra qəşəng zınqrov qardaşı bilir. Zınqrovu açın. Və öz avtomobiliniz üçün də düzgün seçim olaraq Zikoil'un məhsullarından istifadə edə bilərsiniz. Mən
özümün istənilən irili xırdalı almandan tutmuş hamısına kimi Zikoil'dan istifadə edirəm. Bu gördüyünüz drift karda da artıq gördüyünüz kimi racing yağından, yəni nə lazımdırsa dopuskı ilə ondan istifadə etdik. Ona görə də avtomobilimiz saz vəziyyətdədir. Videomuz bu qədər idi millət. Görüşənədək sağ olun, salamat qalın.